Qeybət bir toplumu və cəmiyyəti sürətli şəkildə fəsada uğradır və qarşısı alınmazsa sağalmaz bir xəstəliyə düçar edir. Bu sözləri açıqlamasında Heydər Məscidinin imamı İlahiyyatçı Hacı Rüfət Qarayev deyib. Rüfət Qarayev bildirib ki, qeybət hər kəs üçün haramdır. İstər qadın olsun, istərsə də kişi, fərqi yoxdur. Uca Rəbbimiz Qurani Kərimin Hucurət surəsinin 12-ci ayəsində belə buyurur. Ey iman gətirənlər! Zənnə çox qapılmayın, çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini etməyin. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz bundan iyrənərsiniz. Allahdan qorxun. Həqiqətən Allah tövbələri qəbul edəndir, rəhimlidir. İlahiyyatçı qeyd edir ki, bəzi insanlar nəinki qeybət etmək, hətta biraz da irəli gedərək zənn və böhtandan da geri qalmırlar. Həzrət Əli buyurur, İnsanın təqvası çoxalanda dili tutulur. Yəni Allahdan qorxan insan qeybətdən, şərdən, zəndən, böhtandan və Allahın sevmədiyi bütün mənfi xüsusiyyətlərdən uzaq durar. Əks təqdirdə isə insan nə sərhəd tanıyar, nə hüdud. Qorxusuz və ürküsüz olaraq qəflət içərisində həyatını başa vurar. Rüfət Qarayev vurğulayır ki, bizlər Rəbbimizin rızasına uyğun həyat yaşamalıyıq. Uca Rəbbimiz bizi insan olaraq yaradıb. Yaradılışın ən üstün varlığı insandır. İnsanın həqiqi insan olması, Allahın yaratdığı özəllik və gözəlliklərə sahib olması üçün gərək Rəbbimizin rızasına uyğun həyat yaşasın. Yəni Allahın istədiyi yerlərdə var olsun, istəmədiyi yerlərdə isə tərk etsin. Bu əməli sadəcə cismi ilə deyil, bütöv ağlı, qəlbi və ruhu ilə də tərk etməsi vacib məsələlərdəndir.